Salam, hər vaxtınız xeyir olsun. Dəyərli 4-cü sinif şagirdləri, onların müəllimləri və valideynləri, xoş gördük kanalımızda sizləri. Bugün 4-cü sinif şagirdlərimizin monitorinq imtahanında xüsusən səhv etdikləri mətn testlərindən danışacağam. Bəs mətn testlərini necə işləyək ki, səhvimiz çox olmasın və yaxud bunun işləməyin xüsusi bir qaydası varmı? Məhz bugünkü mövzumuz budur. Diqqətli şəkildə qulaq asın, dinləyin ki, siz də öz səhvlərinizi testlərdə düzəldə biləsiniz. Daha keçməzdən əvvəl kanala abunə olub bəyənməyi unutmayın ki, bu izahların ardı gəlsin. Beləcə siz də monitorinqə bizimlə hazırlaşa biləsiniz. Gəlin indi başlayaq. Birinci əsas məsələ mətni tələsmədən oxumaq. Bəzən tez tələsi uzun mətnlər olur. Çalışırsınız ki, tez tələsi oxuyasınız. Amma bu tez tələsi oxumaq sizə səhv etməyə gətirib çıxardacaq. Yəni ilk oxunuşda ümumi mənanı başa düşməlisiniz. Birinci bax mətni qoydum qarşıma. Uzun bir mətindir. Bir dəfə oxudum, dərk eləyə oxudum. Sonra ikinci oxunuşda isə diqqətlə fikir verirəm detallara. Yəni məsələn hansı obraz var, hansı obrazın məsələn xüsusiyyətləri var və yaxud harada cərəyan edib hadisələr. Yəni bunlara diqqət edirəm ikinci oxunuşda. Heç vaxt birinci oxunuşda detallara fikir verməyin. Çünki beyniniz qarışa bilər. Yəni birinci ümumi mənanı başa düşürsüz, mətni sadəcə oxuyursunuz. Sonra ikinci oxunuşda detallara diqqət edirsiniz. Lakin üçüncüdə, yəni sonda isə o bayaq dediyim diqqət elədiyiniz məqamlarda niyə görə o, niyə görə məsələn kim nəyi dedi, harada baş verdi, nə vaxt oldu, niyə oldu? Amma bu suallara artıq öz beyninizdə cavab tapırsınız. Misal üçün mətndə verilib ki, bala sincab məsələn filan nələrsə edib. Niyə edib? Onu fikirləşib suala cavab tapmalısınız ki, niyə? Təbii ki, o mətnin içərisində verilib, amma niyəsini fikirləşmək lazımdır. Sonra açar sözlərlə tapmaq var. Açar sözlərlə tapmaq nə deməkdir? Bu deməkdir ki, baxın qeyd etmişəm, mətndə təkrar olunan sözlər olur. Xüsusən onlara fikir verməliyik. Bəzən təkrarlar hansısa bir testin cavabının bir variantı ola bilər. Ona görə diqqətli olun təkrar olunan sözlərə. Sonra əsas fikri bildirən cümlələri tapmağa çalışın. Ümumilikdə mətn neçə hissədən ibarət olur? Təbii ki, 3 hissədən. Birinci gəlir giriş, əsas və sonluq. Deməli, giriş hissədə müəyyən məlumat xarakterləri olur. Əsas hissədə hadisələrin cərəyanı olur ki, məsələ əsas fikri bildirən cümlə də əsas hissədə olur. Siz ona görə əsas fikri bildirən cümləni tapmağa əsas hissə ilə başlayırsınız. Sonra hadisənin səbəbini, nəticəsini ayırd edirsiniz. Bu nə deməkdir? Misal üçün, gəlin mən sizə bunu öz həyatınızla əlaqələndirim. Sən daxil olmaq istəyirsən universitetə və yaxud universitet biraz 4-cü siniflərimiz üçün daha uzaq keçmişdir. Ona görə gəlin bir yaxın hər hansısa bir nəyəsə toxunum. Misal üçün, monitorinq imtahanından əla nəticə əldə etmək istəyirsən. Birinci bu sənin məqsədin var ki, əla nəticə əldə etmək istəyirsən, düzdür? Sən bu məqsəd üçün nə edirsən? Oxuyursan, çalışırsan, qaydaları öyrənirsən. Yəni sənin bir növ belə deyim ki, çalışdığın bir nəsə var ki, bunu əldə eləyəsən. Və sonunda çatdığın nəticə isə sənin bir növ belə deyim ki, əldə elədiyindir. Məhz o mətndə də, mən bunu sizi həyatla əlaqələndirdim. Mətndə də hadisənin səbəbi olur. Məsələn, filan kəs filan nəyisə nəyə görə elədi. Məsələn, bala sincab filan nəyisə nəyə görə elədi. Onun səbəbi var. Məsələn, nəsə bir şey edib, onun səbəbi var. Və onu nəticə ilə ayırt eləməyə bacarmalısınız sonluqla. Mütləq şəkildə. Sonra sualı diqqətlə oxu. Bu nədir? Burada bilirsiniz ki, mətnin tapşırıqları olur. Yəni biz mətni boş-boşuna oxumuruq ki, onun bir cavab versiyaları, müəyyən tapşırıqlar verilir ki, biz onları həll edirik. Sualı mütləq şəkildə düzgün oxumalısınız. Sualda məqsəd nədir? Ona fikir verirsiniz. Ki, görəsən nəyi soruşur məndən? Mətndə əsas fikri bir növ belə deyim ki, altından xətləyirsiniz, ya rəngli qələmlə, ya nəyləsə ki, fərqli görünsün. Sonra müəllif nə demək istəyir? Bax, onu tapırsınız. Hadisə niyə baş verdi? Ümumiyyətlə, bu sualları oxuyan zaman tələsmirsiniz. 2 dəfə, 3 dəfə, yəni dəfələrlə oxumağa çalışın. Sonra digər bir məsələ mətnin cavabın verilən situasiyalarda cavabı tapmaqdır.
Bu nədir? Bu odur ki, cavabı mütləq mətndə axtarmalısınız. Bəzən deyirlər ki, mətndə filan tapşırığın cavabı yoxdur. Əslində siz mətni düzgün oxusanız, inanın ki, bütün tapşırıqların mətndə cavabı istisnasız formada var. Ona görə sualların cavabını siz mətndə axtarmalısınız. Bundan başqa, cavab variantlarında mətndə olmayan fikir varsa, onu tez silirsiniz ki, yəni o sizə uyğun deyil. Ola bilər ki, deyə bilər ki, mətndə olmayan fikri seç, onda olmayanı götürürsən. Əgər mətndə olan fikri istəyirsə, sən olanı götürməlisən. Yəni şərti mütləq düz oxuyun. Və qeyd etdiyim kimi, cavablar əmin olun ki, mətndədir. Sadəcə biraz diqqətli olmalısınız. Sonra çaşdırıcı cavablara aldanma məsələsi var. Bəzi variantlar mətndəki sözlərə oxşar olur, amma fikir fərqlidir, əmin olun. Ona görə nə etməlisiniz? Çaşdırıcı variantlara aldanmamalısınız. Oxşar ola bilər. Məsələn, mən deyirəm ki, misal üçün sizə bir nümunə göstərim. Böyük, misal üçün, böyük gəlin elə bir növ belə həyatımızda rast gəldiyimiz nədənsə göstərim. Məsələn, deyirəm ki, böyük əmisi. Deyirəm, filan kəsin böyük əmisi. Deyə bilmərəm axı, filan kəsin yekə əmisi. Görürsünüz, pis səsləndi. Baxmayaraq, böyüklə yekə sözləri oxşardır. Yəni, bunlar oxşar mənanı ifadə edir. Amma görürsünüz, bunları həmişə əvəz edə bilmədim. Yəni, bu da o deməkdir ki, oxşar sözlər olar. Amma fikir fərqli ola bilər. Ona görə diqqətli oxuyun. Və yalnız mətndə deyilənlərə əsaslanmalısınız. Ən önəmli şərtlərdən biri də deyilənlərə əsaslanmaqdır. Özümüzdən hansısa bir fikri tapıb, ora gətirib yazmaq düzgün deyil. Bir də bir məsələni nəzərinizə çatdırım ki, bizim monitorinq vəsaitimizdə mətn testləri də və tapşırıqlar da verilib. Məsələn, Azərbaycan dilindən 10 ümumi sınaqdır, 100 dənə də qızıl qaydadır. Hər fəndən ayrı-ayrılıqdadır təbii ki, bunlar. Həmin vəsait də əldə edə bilərsiniz. Çünki bu vəsait təkrar mahiyyəti daşıyır. Burada əsasən tapşırıqlar öyrəndiklərinizin təkrarına yönəlib. Bəzən deyirlər ki, monitorinq vəsait almışıq, əldə etmişik. Olsun, yəni bu problem deyil. Bu vəsait tamamilə təkrara əsaslanır ki, siz biliklərinizi təkrar edə biləsiniz. Ümumilikdə müəllimlərə toplu alışda da müəyyən güzəştlər tətbiq olunur. Yəni qeyd edim ki, vəsait tamamilə ideal monitorinq vəsaitidir. Sonra keçək digər məsələlərə. Vaxtı düzgün bölmək var. Düzgün bölmək nədir? Bir sualı çox fikirləşmirsiniz. Əvvəl asan suallar cavablayırsınız, sonra çətinlərə qayıdırsınız. Yəni, ümumiyyətcə, hər bir testdə, hər bir tapşırıqda birinci asan tapşırıqlar gəlir, sonra çətinlər. Bəzən qaçırlar, çətin işləyirlər, asan qalır. Yox, beyninizi birdən yormamalısınız. Birinci asanları eləyin, sonra çətinə doğru irəliləyin. Sonra digər bir məsələmiz hər gün mətn testləri işləməkdir. Əgər mətn testlərində boşluğunuz varsa, mütləq hər gün mətn testləri işləməlisiniz. Gündə azı bir mətn və bu mətnə uyğun 5-6 sual işləmək özünüzdə böyük fərqin olduğunu görməyinizə gətirib çıxardacaq. Bundan başqa mətni sizin özünüzün danışmağı və yaxud da o mətn haqqında qısa formada yazılı amma yazmaq sizin anlamağınızı gücləndirəcək. Bəziləri var ki, yazaraq daha yaxşı yadda saxlayırlar, bəziləri oxuyaraq, bəziləri eşidərək. Amma bu hamı üçün ideal bir yoldur ki, oxuduğunuzu, məsələn, oxudunmu, danışırsan. Danışdın və yaxud danışmağı sevirsənsə, yəni danışırsan, yox, danışmağı sevirsənsə, oxuduğunu qısa yazırsan. Yəni, ikisindən birini seçmək olar və yaxud da ikisini də etmək olar ki, bu da sizin anlamağınızı əmin olun ki, gücləndirəcək. Ümumilikdə mətn testləri çətin testlər deyil, sadəcə biraz, belə deyim də, tələbkarlıq istəyir, diqqət istəyir, hər bir nüansa fikir verməyi istəyir. Yəni, mütləq şəkildə mətnləri işləyən zaman çalışın ki, vaxtınız bol olsun və bunlara vaxt ayırın ki, imtahanda artıq bu indi ayırdığınız vaxt əmin olun ki, sizin köməyinizə çatacaq. Belə, bugünlük bu qədər. Bizim monitorinq üzrə ödənişsiz qrupumuz da var. Bu qrupa qoşulmaq istəyirsinizsə, tapşırıqları, testləri, qaydaları görmək üçün 055 280 59 24 bu nömrəyə yaza bilərsiniz. Ödənişsiz qrupdur və qeydiyyatdan keçərəkdən sizlər də bu məlumatlardan maariflənə bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşərik. Kanala abunə olun ki, izahlar yerləşdirilən zaman görəsiniz. Ardının gəlməsi üçünsə bəyənib R yazmağınız kifayətdir.